Bir daha buna bax, şapalağa bax, parıltısına. Hamısı zakazlardır, qardaş. Bizdə şapalaq bir başqadır. Hələ biz tək şapalaq satırıq, yox. Lülən var yerində. Tikə. Var, bu həci kimi tikə doğrayan var ikinci. Ya antrikotlarını göstərim sənə. Nə bilim, lüləsini göstərim sənə. Pomidoru özüm əkmişəm, xırda. Buna bax. İndi Tofiq soruşur məndən ki, ən çox gedən məhsul nədir? Kabab elə bu qədər pişirsən sən. Bizdə ən çox gedən məhsul milli steykdir. Nanəli antrikotdur, şapalaqdır. Yəni Tofiq lülə də satılır, tikə də satılır, antrikot da satılır. Prosta ən çox satılanları dedim sənə. Tofiq, sən bir dənə ətlərin rənginə bax. Körpə quzudur da, körpə. Bax Tofiq, bu şapalaq manqalda möhrü vurulub, indi doğranılıb tavada atdən ikərə yağında pişir. Bunun gözəlliyinə bax. Bismillah. Kərə yağı, Tofiq, vura ona, dadı mükəmməl olur bu ilə. Birinci qoyuruq qabırğasını. Bu şapalağa ən çox gedən məhsuldur. O qədər böyüdür ki, tavasına da yerləşmir. Tofiq, bax, şapalaq hazırdır. Daha çəkilişi saxla, boğazım quruyub, gem çayımı için. Sizi də meydanda gözləyirəm, Həcı meydanda. Gəl apa!